Avarlar haqqında danışıb onların milli yemək nümunələrindən söhbət açmamaq olmaz. Məhz bu səbəblə Mazıq kəndindəki avar ailələrindən birində qonaq olduq. Misafir olduğumuz bu mənzildə əvvəlcə ailənin ağsaqqalı Aydın müəllimlə görüşüb biraz söhbətləşdik. Xoş söhbətin ardından evin mətbəxinə doğru addımladıq. Burada Aydın müəllimin ailə üzvləri bizə avarların sevimli yeməyi olan maxaranın ərzaq tərkibini və hazırlanma qaydasını izah edəcəklər. Biz bugün maxara hazırlayacağıq. Maxara da bizim milli xörəklərimizdən biri sayılır. Bunu maxaranı hazırlamaq üçün bizə lazımdır süd, yumurta, un, duz. Deməli, qaba süd tökürük. Sonra bir-bir yumurtaları qatırıq. Südlə yumurtanı biz yaxşıca qarışdırırıq. Duz əlavə edirik. Yavaş-yavaş un əlavə etməyə başlayırıq. Deməli, bu bizim quyruqdur. Bu maxara üçün sadəcə yağlamalıyıq birinci. Saz yeməklərinə üstünlük verən Avar xalqının mətbəxində tez-tez hazırlanan təamlardan biri də hamımızın adını da, dadını da yaxşı bildiyimiz qutabdır. Lakin onların hazırladığı qutabı digərlərindən fərqləndirən tərkibinə vurduqları məhsullardır. Borandan da bişiririk. Ən çox xoşladığımız xörəklərdən biri də bu həm boranı, həm cincər, yəni gicitkən idi. Bunları da biz qohum əqraba ilə yaşaraq tez-tez bu xörəkləri bişiririk.